Salam dostlar, kanalıma xoş gəldiniz. Bugün yenə Temu kargosu birlikdə açacağıq sizlərlə, amma bu dəfə bir bağlama yox, bir neçə bağlamanı açacağıq. Bunun səbəbi isə Temu sifarişləri ayrı-ayrı göndərmək olub. Ən böyüyü isə buradakidir. Sifarişlər keçməzdən əvvəl belə bundan əvvəlki videomu əgər izləmisinizsə mən demişdim ki, ayın sonlarında mən Türkiyəyə gedəcəm, İstanbul şəhərinə. Məhz onun üçün özümə kombinlər hazırlayıram. Düz 3 gün gedəcəm, amma istəyirəm ki, hər gün fərqli görünüm. Ona görə bugün belə mini alışverişim də oldu Bakıdan. Onu da sizlə bölüşəcəm. Mikrofonu bağlayaq. Başlayaq sifarişlərdən. Görək bu dəfəki sifarişlərimiz necə gəlir. Mən belə oturacağım. Bu arada mən hal-hazırda öz yataq otağımda çarpayımın üzərində mənə belə komfort olacağını hiss etdiyim üçün belə bir şey qərarı verdim və onu da deyim ki, hal-hazırda olan sifarişləri yenə də qeyd edirəm. Hər zaman bunu deyəcəm, çünki videolarımı əvvəldən izləməyən insanlar da ola bilər. Burada mənim sifarişlərimlə yanaşı müştəri sifarişi də var. Mən özüm Temudan sifarişlər vururam. Hansı ki, bunu əlavə ödənişsiz edirəm. Yəni sadəcə məhsulun linkini atırsınız, məhsulun qiyməti nə qədərdirsə onun ödənişini eləyirsiniz. Nəysə, keçək indi sifarişlərə baxaq və burada bir izləyicimin mesajını bölüşəcəm sizin üçün. Çünki hər dəfə deyirəm ki, sizin fikirləriniz mənim üçün önəmlidir. Mən növbəti videolarda buna önəm verirəm. Burada bir yerdə paylaşacağım. Bəs izləyicim deyir ki, şəkillərini göstərsəniz, yəni məhsulun Temuda olan şəklini göstərsəniz daha yaxşı olar. Onu da eləyəcəm. Hal-hazırda telefonda Temu proqramını açmışam. Qiymətlə yanaşı sizə məhsulun şəklini də göstərəcəm. Yəni realda necə gəldi və Temudakı görünümü necədir? Sizin üçün həm alarkən ona fikir eləyərsiniz. Sifarişlərin sayılarını göstərin. Baxın, əslində mən bunları bir dənə sifariş kimi vurmuşam, görürsünüz. Mən bunları bir dənə sifariş kimi vurmuşam. Tem bunları göndərib. Əslində yaxşı eləyib göndərib. Bu arada ayrı sifarişdir. Bunu sonra açacağıq. Bunların ümumi qiyməti 300 manatdır. Bu ikisi. Daha doğrusu üçü. Hə dostlar, deyəcəyim odur ki, mən sizdə burada məhsulları göstərməklə yanaşı, həm də sizə Temuda olan şəklini də göstərəcəm. Artıq məhsulu alarkən sizin beyninizdə bir fikir canlanmış olar. Sifarişləri göstərdim sizə. Gəlin açaq birlikdə. Kiçikdən böyüyə davam edək. Ən kiçik sifariş budur. Bunun içində bir dənə məhsul var. Bu müştəri sifarişidir. Gəlin məhsulu açaq paketdən. Mən bu kargo açdığım videolarında estetik ola bilmirəm. Çox sorry. Atdım bunu. Belə bir şeydir. Bunun qiyməti 4 manat 24 qəpikdir. Və Temudakı şəkli də belədir. Ümid edirəm görünür. Bir paketdən bu çıxdı. Açdıqca da yuxarı hissədən belə qoyacağım. Keçək növbəti paketə. Nə olardı, yanıma bir dənə qayçı qoysaydım. Açdım deyəsən. Bunun içində nələr çıxır? Gəlin baxaq. Aha. 3 ədəd saat çıxdı içindən. Baxın. Fərqli 3 dənə saat. Keyfiyyətləri necədir? O haqda sizə məlumat verə bilməyəcəm. Açıb baxmağım yaxşı olmaz. Bu arada üçünün qiyməti 10 manatdır. 3 dənəsinin toplam qiyməti. Temuda olan şəkildə belədir. Bunu qoyuram paketinə və növbəti sifarişi açıram. Əslində yaxşıdır məncə. 3 dənə saatın qiyməti 10 manat olmağı çox yaxşıdır. Növbəti sifarişi açıram. Bu mənimdir uşaqlar. Deməli, biz dostlarımla Halloween partisi keçirəcəyik. Həmən partidə mən dovşan kostyumu seçmişəm özüm üçün. Dovşanın da obraz olaraq belə bir aksesuarı var. Amma saat işləmir deyəsən. Yoxsa quraşdırmalıyam. Baxın, belə bir saatdır. Aksesuar saatdir. Mən bunu boynumdan asacağım. Boynumdan asacağım belə. Ay. Oldum dovşan. Cheese.
Yaxşı, bunun qiyməti 5 manat 37 qəpik idi. Temuda görünümü isə belədir. Aksesuarları göstərməyəcəm sizə Temudakini, çünki birə-bir eyni gəlir. Sadəcə əlavə geyimləri göstərə bilərəm sizə. Sizə də ağlınızda bir fikir canlanmış. Öz məhsullarımı bu hissəyə atacağam. Mənə də yormasın. Keçək növbəti sifarişə. Növbəti yenə saatdır. Sadəcə yenə də deyirəm, geyimləri göstərəcəm sizə. Növbəti saatdır. 2 manat 97 qəpikdir. Bu müştəri sifarişidir. İncə bir saatdır. Çox kiçik ölçüsü var bu arada. Elə belə qolumda da göstəreyim. Yəni, çox nazikdir. Mən ümumiyyətlə saat işlətmirəm. Belə saata xüsusi sevgim də yoxdur. Mən əvvəl uşaqlıqda olub saatam. Ondan sonra da bu yaxınlarda, yəni ad günümdə qrup yoldaşım alıb saat. Onu da hələ taxmıram. Bu biləyim kiçikdir, onu gedib yığdırmaq lazım. Mən də üşənirəm gedib eləməyə, qalıb hələ ki. Növbəti belə bir şey var. Uşaqlar, bunu açmıram, sadəcə sizə göstərəcəm. 2 manat 57 qəpikdir. Bundan artıq neçənci sifarişdir ki, mən Temudan vururam müştərilər üçün. Dişləri ağartmaq üçün bir məhsuldur. Mən bundansa deyərdim ki, diş tozu alsalar daha yaxşı olar. Bakıda satılır. Keçək böyük sifarişə. Artıq kiçiklər bitdi. Yəni 2 dənə bağlama kimi göndərmişdi. Bunu açaq. Və burada mənim gözlədiyim şeylər var. Gəlin elə birinci mənim botlarımdan başlayaq. Botları göstərim sizə. Özümə almışam. Razmerini falan necədir, necə gəlib onları göstərəcəm. Görsəm əgər 35 manata almışam. Daha 35 manat 97 qəpikdir. 35 manat deyəcəm sizə. Bunun qara rəngini almışam. Əslində qəhvəyə almaq istəyirdim. Anlıq qərarla qara aldım. Düşündüm, hər bir şeylə uyğunlaşar. Çox qəşəng gəlib. İnşallah ki, keyfiyyətli olar. Mən Temudan o qədər ayaqqabı almışam ki, və hər biri çox keyfiyyətli gəlib. Geyimlərdən bəzən bəyənmədiklərim olub və qaytarmışam. Amma ayaqqabılara o sözü deyə bilməyəcəm. Çünki ayaqqabıların hər biri çox keyfiyyətli gəlir Temudan. Mən 36 razmer geyinirəm və 36 da gəlib. Razmerdə problemimiz yoxdur. İçinə də belə bir şeylər qoyublar ki, ayaqqabı əzilməsin. Məncə çox gözəldir. Bəyəndiniz bəs siz. Bu hissəsi baxın, belə parça materialdır. Bunu elə atacağım yerə. Keçək növbəti sifarişə. Bunu artıq kənara ayıracağım. Növbəti sifariş aprikot M. Növbəti sifariş şalvardır. Müştəri sifarişi də olduğuna görə açmayacağım, amma sizə şəklini falan göstərəcəm. Deməli, baxın, belə bir şalvardır. Baxırdım ki, bu mənimdir ya yox. M razmer vurulub 23 manat olub qiymət. İndi 23 manatdır qiyməti, amma müştəri alanı 21 manat idi. İndi keçək növbəti sifariş. Bunu da mən almışam. Dovşan kostyumum üçün tamamlaya biləcək bir parçadır. Parça deyəndə, baxın, belə bir şeydir. Deməli, ağlımda bir şey var, ideya var da. İndi mən bunu sizə deyim burada. Uzun belə kapron geymək istəyirəm, ağ rəngli. Və bunu da onun üzərindən geyinmək istəyirəm. Düşünürəm ki, çox estetik və gözəl görünəcək. Həm də bu hissələrində belə bantikləri də var, görürsünüz. Çox qəşəngdir. Material da yaxşıdır, bəyəndim, razıyam. Qiyməti isə 2 manat 83 qəpikdir. Bunu atıram qırağa, bu mənim sifarişimdir. Növbətiyə keçirəm. Növbəti bu mənim olmadığına görə açmayacağım, amma sizə şəklini göstərəcəm ki, məhsul necə gəlib. Belə bir şey, yəni bilirsiniz də bunu artıq bant deyək, makyaj üçün nəsə deyək. Bunun qiyməti 2 manat 90 qəpikdir, müştəri sifarişidir. Bu arada belə bir şey də göstərmədim. Belə bir şeydir. Növbəti, bu jaket, kofta deyək də, köynək. Bunu mən hədiyyə almışam. Qiyməti 24 manatdır, belə bir koftadır. Görünür oradan. Şəkli. Belə bir koftadır.
yəni normaldır. Sadəcə bilirsiniz bu nə problemi var? Bunun tək problemi odur ki, belə mənim dərimi görünür də. Yəni bunun altına gərək mən kofta geyinim. Düzdür, mən geyinməyəcəm. Hədiyyədir, amma altdan nəsə geyinmək lazımdır. Bəli. Keçək növbəti sifarişimizə. Bu da getdi bu tərəfə. Hə, uşaqlar, mən bunu çox gözləyirdim. Da ki, bunu axıra saxlayaq. Saxlayaq axıra bunu. Yox, açacağam indi. Uşaqlar, bu paltodur. Və bunu indi deyirsiniz ki, ayda Temudan gələn palto nə olacaq da? Yəni, bu da hər şeyini oradan alır. Yox, paltonu mən 70 manat almışam. Baxın, 70 manatdır qiyməti. Çox gözəldir, çox bəyənmişəm bunu. İnşallah mənə razmer olaraq da düz gələcək. Ayda uşaqlar, bunun materialı dəhşət gözəldir. Heç yəni Temunun adı çıxıb, Temu elə deyil, yəni çox qəşəngdir bu. Materialı qəşəngdir daha doğrusu. Geyinib baxacağam, görək məndə necə qalır bu. Belə bir kəməri də çıxır üstündən. İçi də bayağı qalın, içini də göstərim. Belədir. İnşallah ki, yaxşı da qalacaq, əminəm. Çünki mən bunu neçə nəfərdə görmüşəm, tərifləndiyinə görə almışam. Bu arada mən Temundan əməkdaşlıq eləmirəm. Bunu mən qırış salacağım, uşaqlar. Bir dəqiqə, mən bunu bir tərəfə qoyum. 2 dənə çıxdı kəməri. Nə yaxşı. Hə, mən Temundan əməkdaşlıq falan eləmirəm. Öz pulumdan alıram hər birini. Və linklərdə falan da olsa mən kod falan da paylaşmıram. Yəni öz xeyrimə edəcək heç bir şey eləmirəm. Hepsi sizlər üçün. Bunu bilirəm nədir. Gəlin bunu göstərim sizə, açmayam. Çünki açsam yığışdıra bilməyəcəm. Bu üst çiskası zamanı prosedurda istifadə olunan belə bir şüşə daraqdır. Açsam birdən qıraram. 4 manat 55 qəpik var. Mən bu sifarişlərin hər birinin də aşağıda, videonun aşağıda açıqlama hissəsində linklərini qoyacağım. Oradan keçid edib hər hansı bəyəndiyiniz məhsulu sifariş edə bilərsiniz. Növbətinə keçək. Növbət də mənim şalvarımdır. Bu da mən almışam. 30 manat 54 qəpik. Yox da 34 manat. Baxın. Belə bir şalvardır, boz rəngidir. Bunun açıq, yox, açıq deyil. Mavi rəngi məndə var, yəni cins rəngidir. Mən bunu da aldım. Çünki bu tərz sevirəm. Yəni xoşuma gəlir bu tərz, ona görə aldım təzədən. Razmer olaraq mənim götürdüyüm razmer isə XS-dir. Düşünürəm ki, kaş S alardı. Çünki məndə XS var, elə XS geyinirəm də. Amma birazca dardır, yəni dar olduğuna dardır, yəni materialı elədir də. Amma birazca da elə bir dardır. Növbəti sifarişə keçək. Növbəti mənimdir. Belə bir 27 manat almışam. Sweatshirtdir. Oradan fokuslanmır. Kamera nəsə olub. Nasıl? Üstündə Hello Kitty şeyi var. Düzü mən onun şey deyiləm belə. Amma ki gözəlliyinə görə almışam bunu. Qəşəngdir. Bəyəndim. Bunu onunla kombin eləyə bilərəm ya əslində şalvarla. Neysə baxarıq. Bunu keçək. Növbəti sifariş. Qiymətdən dedim də sizə oxuyuram bir-bir. Ümid edirəm oxuyuram, yadımdan çıxmır. Kabro sifarişi var. Kabro sifariş. Kabro. Bu Honor modeli üçündür. 3 manat 89 qəpikdir. Qiyməti. Müştəri sifarişidir. Növbəti iPhone 15 modeli üçün belə bir kabro sifarişi. Sanki kabro satanlar kimi reklamda edirəm. 2 manat 52 qəpikdir. Bu da müştəri sifarişidir. Yenə kabromuz var uşaqlar. Yenə kabro və bu hansı model üçündür? Bir dənə ona baxaq. iPhone 13 modeli üçün 2 manat 55 qəpik. Növbəti sifariş. Makyaj çantasıdır bu və bu mənim deyil.
Makyaj çantası 2 manat 80 qəpikdir. Bunun şəklini göstərmişsəm. 2 manat 80 qəpik. Bu da müştəri sifarişidir. Amma bu mənimdir. Bu mənimdir. Kulaqlar. Görürsünüz kulaqlarıma. Arkaya çekdim. Çok uzun diye bu. Niye böyle uzundu? Kulağıma eğebilirim de böyle. Yəqin ki. Çok uzun. Neyse. Beğendim. Yani qəşəngdir. Belə bir sifarişimiz var. Bu bilirsiniz tablodur. Tablo qiyməti 14 manatdır. Belə bir tablo. Bunu ona göre açmıram. Keçək növbəti sifarişə. Bu da mənim köynəyimdir. Mən bu dəfə baya bir rasxod eləmişəm nəsə. Yüngülvari biraz rasxod eləmişəm uşaqlar. Bunun qiyməti 10 manatdır, düzdür. O qədər bahalı deyil bu. Amma görürəm ki, sifarişlərdə çoxu mənimdir. Bu niyə belə isti materialı var? Mən belə düşünmürdüm. Belədir. Kimsə arxamca danışır, qulağım çınlandı. Şimdi salıram içine. Nədir? Bu fırçadır, fırça dəsti və çox kiçik ölçüsü var. 13 dənə təsəvvür edə bilirsiniz. Bu qədərin içində 13 dənə var. O müştəri sifarişidir. Növbəti. Bu sırğadır. Müştəri sifarişidir. Amma gəlin göstərim sizə. 60 qəpikdir uşaqlar. Müştəri alıb. Bunu ona görə qoyuram. Bunda müştəri alıb. Ayaqqabının barmaqları əzilməsin deyə, sıxılmasın deyə belə bir şey var. Yox, bu PUBG zad oynayanlar üçün deyə uşaqlar, barmaqlıq. Bu onun üçündür. Çünki qrup yoldaşım anasına nəsə almışdı. Mənim yadımda elə oradan qalıb. Nəsə bu silikon şeylərdir. Səpkilərinizin üzərinə bağlamaq üçün. Bu sifarişidir. Bu setdir. 2 manat 47 qəpiyədir. Bunun da probu var. Nəsə. Belə bir setdir. Bu mənimdir. Bunu nə ağılla almışam, heç bir fikrim yoxdur. Sadəcə səbətin müəyyən qədər desən qabağıma çıxdı, vurdum. Ya nətər oldu, heç bir məlumatım yoxdur. Amma almışam da. Nə ağılla almışam, onu bilmirəm uşaqlar. Sənə qaytaracağım. Yəni, heç mənim zövqüm deyilsən də. Əgər hələ də məni Instagramdan izləmirsinizsə və yaxud da heç Instagramı qoyuram uşaqlar. Əgər məni YouTube'dan kanalıma abunə deyilsinizsə və bura qədər izləmisənsə, kanalıma abunə olaraq mənə dəstək olmağı unutma. Çünki bu mənim üçün həqiqətən böyük motivasiyadır. Mən görürəm ki, mənim videolarımı izləyən 90% insan mənim kanalıma abunə deyil. Amma abunə olsanız, inanın, daha tez-tez videolar çəkərəm, fərqli kontent yaradaram. Az məhsulumuz qalıb. Gəlin onları da sizə göstərim. Nə qalıb onları çıxarıram buradan. Bunlar qalıb deyəsən. Başqa görmürəm. Və bu qədər sifariş qalıb. Gəlin bunları tez-tez göstərim. Buralardan bir yerdən Instagram hesabımda qoyacağım. Keçid edib Instagram hesabıma da abunə ola bilərsiniz. Bunu 2 dənə almamışdım. Axı bir dənə almışdım. Niyə 2 dənə gəlir? Uşaqlar, bilirsiniz bu nədir? Mən dovşan kostyumu olacağım deyə 2 dənə yemiş. 3 manatlı qiyməti. Belə toplarda ağ ətək geyinəcəm. Ağ ətəyimin arxasından bu topu bağlayacağım. Amma mən bir dənə bilirdim. 2 dənə gəlib. Yaxşı, bunu qoyaq belə qabına. Çünki mənə indi lazım deyil. Növbəti müştəri sifarişi 2 dənə eynəkdir. Gəlin göstərim sizə bunları. Qiyməti isə ikisinin bir yerdə 4 manat 20. Dajı 3 dənəsinin bir yerdə 4 manat 28 qəpikdir. Çox əla. Mən də alıram eynəklər aksesuar olaraq. Atırdım ha. Aksesuar niyetinə böyle yiyoruz uşaqlar. Baxın.
Böyle 3 dənə eynəkdir. Temunun eynəklərini bəyənirəm, düzdür. Prosta şüşələri biraz tez kir tutur. Müştəri sifarişdir. Növbəti belə bir qolbaqdır. Bu qolbağı göstərim sizə. 2 manatlı qiyməti. Müştəri sifarişidir. Və belə bir şey var. Bu da bilmirəm nədir. Adını bilmədiyim üçün sadəcə sizə şəklini göstərəcəm. İkili bir yerdə silikon burun üçün nə bilim bantlı yazılıb. Temo ilə yazılıb. Bu qədər idi bu sifarişdə. Keçək növbəti bağlamaya. Amma növbəti bağlamada mənim sifarişlərim yoxdur. Var deyəsən, bir dənədir mi, 2 dənədir mi? Hamısını mən sizə şəkillərini göstərəcəm. Tez bazar keçək, bugün aldığım sifarişləri göstərim sizə. Uşaqlar, biabırçılıq. Mən bayaqda videonu çəkirəm, amma baxıram ki, kamerada foto modu açılıb. Yəni, foto modda ancaq şəkil. Mən basıb şəkil çəkmişəm, ondan sonra danışıram burada. Nəysə, Temu sifarişlərin bir qismi, bir paketi mən göstərə bilmədim. Düzü orada müştəri sifarişləri idi. Mənim sifarişim bir dənə kabroydu. Bir dənə budur. O paketin içində olan. Amma o qədər belə hayal kırıklığı deyək də, onu yaşadım ki, nəysə. Gəlin Bakıdan aldığım 2 dənə şey var, onları göstərim sizə və videonu sonlandırım. Bugün aldığım belə Zara model şalvar var, baxın. Bayaq həvəslə danışıram, izah eləyirəm. İndi görürəm ki, yəni heç nə qeyd alınmayıb. Bunun öz qiyməti 35 manat idi. Endirimli qiymətlə 28 manat almışam. Belədir. Düzdür, bu mənə boş qaldı. Bel hissəsi, bir də belə ayaq hissələri boş idi. Beli də boş idi. Düşündüm ki, mən onu kəmərlə düzəldə bilərəm. Belə bir kofta almışam. Bu koftanı da şort ətəyin üstündən geymək istəyirəm. Belə bir kombin yaratmaq istəyirəm. Qiyməti isə bunların koftanın qiyməti 23 manat. Cinsin isə qiyməti 28 manat almışam. Bugün geyinib baxmışam və bu arada mən normalda online shopping o qədər belə sevən birisiyəm ki, əyəni almışam bugün sifarişləri, o ikisini. Bir də mən bayaqdan danışıram, həqiqətən. Bundan əvvəl də mənim kameramın zayitkası qurtarmışdı, işığımın da zayitkası qurtarmışdı. İkisini də indi full eləmişəm və mənim zayitkam ölüb. Niyə görə? Çünki bayaqdan danışıram və baxıram ki, heç nə çəkilməyib. Nəysə arkadaşlar, bura qədər izlədiyinizə görə çox sağ olun. Növbəti videolarda görüşərik. İnşallah. Əgər hər də kanalıma abunə deyilsənsə, mənim kanalıma abunə olaraq mənə dəstək olmağı unutma. Hələlik.